Şəhid ataları, Akademik Məclis iştirakçıları, şəhidimiz Allah'tan rəhmət edir, ruhu şad olsun. Arif qardaşım, onu Ankara şəhidlər ataları adına sizə hədiyyə edir. Azımızda böyük hesabçılar. Çok sağ olun, şəhid. Tovuz rayonundan Erkən ata Necatın, şəhid Necatın atası, Şamaxı rayonundan gələn şəhid atası, Füzulidən gələn Bəhruz ata, xahiş edirəm. İmişlər Teyirqa, Gəncədən Akif ata, xahiş edirəm, yaxınlaşın, çox xahiş edirəm. Erman ata, yaxınlaşın, çox xahiş edirəm. Habil ata, yaxınlaşın. Terör şəhidi Yazdan Evsiyemin ortası Meşhur haline gelmişim. Allah bütün şəhidlərimizə rəhmət edir. Qəqalarını uzun edir. Yakınlarına, atasına, anasına uzun ömür, can sağlığı versin ki babası yaşadabilsin. Sağ olun, var olun. Arkadaş Allah səbir versin, Allah gözüm versin. Ben de Oğuzur oyundan gelmişim, asılı zadlanması, terör şehidi. Allah şehitlerimizin mekanı ucu eylesin, Allah atalarına, hamısına səbir versin. Allah gözüm versin ki, uşaqlarımızın gələcəyi yaxşı olsun, uşaqlarımızı yaşadı. Allah bir daha səbir versin, Allah gözüm versin. Muharebede çıkarak halkı olursa da muharebede yayılmayan kısas ameliyatında, Cermuh ameliyatında ve terör şehit ameliyatında Behram hocasına ona verilmiş tavsiyeleri vaktinden önce 20 dakika 60 hasret çevreni yapacağız. Allah cem şehitlerimizin ruhunu mekanı cenneti mekanımıza verilmesin. Bir daha Azerbaycan halkına Allah acı günah göstermesin. Var olun, öpür efendimizin. Mevludun mübarek olsun şahitler. Allah canı şahitlerin mahkamları şahit arkalarına, şahit arkalarına Allah çağırmışsın, gözü seçiyor, yüzde kalan balalar, zaten torparına layıklı örnekler yetiştirmek nasip Allah versin mübarek eylesin. Allah geride kalan balalara ve valideynlere uzunlarından sağlayın. Allah bütün şehitlerimize rahmet eylesin. Ben Dağcıbədər rayonunun Gündərkəsimi şehidi Əhməd Hüseynovun atasıyım. Ben bütün rayonlarımızdan gelen şehit analarım, şehit atalarım, hoş geldin diye Allah Teala hamımıza sabır versin. Bizi yaradan Allah birbirimizin kapımıza həmişə xeyir işlərə ayağımız açılsın. Heç vaxtı bizi yaradan Allah bize düzgün göstermesin bu şəhid ailələrine. Bunlar hamısı bütün ağrı-acını görüblər. Allah bir de ağrı yaşatmasın. Çok sağ olun. Bugünkü günde Ağıl kardeşimizi tek koymadınız. Bugünkü günde Ağıl kardeşimizin yanında oldunuz. Allah hamımızı can sağlığı versin, uzun ömür versin. Çok sağ olun. Sağ olun ihtiyar ben. Çok sağ olun. Teşekkürümü bildirirəm. Yanıma nə düşdü Əhməd ata? Allah hər birinizə can sağlığı versin ki, o əməyi olan atalar, analar hər birinizin əməyi danılmazdır. Bir dəfə Əhməd ata mənə zəng etdi ki, şair
Muğanada Şəhidlər Parkında o bayraq ucaldılacaqdır. Oğlum yuxuma gelir. Mənə oğlum dedi ki, ata o bayrağı qalxız. Yadıma düşdü. Allah səni var eləsin. Allah öləni rəhmət eylesin. Allah səni var eləsin ki, sən də daim o şəhid ailələrinin yanındasın. Allah sən də qanunların xoşbəxt eləsin. Təşəkkür edirəm. Naxçıvandan gələn bir qonağımız var. Allah verir, xahiş edirəm. Ata israr etdi ki, mütləq Naxçıvandan gələn qonağımız, yəni yol məsafə baxımından ən uzaq məsafədən gəlib bu tədbirdə iştirak edirsən. Allah səni var eləsin. Buyur qardaş. Ben Naxçıvandan terör şəhidi Qasımov İbrahim Şəkirlərov qardaşıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid ata-analarını, anaları Allah'ınızdan öpürəm. Allah sizlərə uzun ömür, can sağlığı versin. Amin inşallah. Allah sizlərə uzun ömür, can sağlığı versin ki, balalarınızı yaşadasınız. Allah hamınızı var eləsin. Öpürəm əllərinizdən, var olsunuz. Ama Allah balalar rəhmət eləsin, məkanı cənnət olsun. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. Çox sağ olun, var olun. Əllərinizdən öpürəm. Teşekkürler ederim. Feyruz Atanı gördüm. Feyruz Atanın evladı. Allah ruhu şad eləsin deyirəm. İdmanın karite növünə məşğul olurdu və heç bunu çağırmamışlar da müharibəyə. Hərbi komissarlığı məcbur edib ki, mən o döyüşə getməliyəm, o döyüşlərdə iştirak etməliyəm. Feyruz Ata, Allah hər birinizə birincisi sağlam can və bərəkətli ömür versin. Siz şəhidlərinizi yaşadasınız. Buyurun. Birinci təşəkkür edirəm iqtidarən bana söz verdiyinizə görə. Allah sizə əks eləməsin, siz də elə bizim yanımızdasınız. 5 ildir şəhidlərin arkasında sürmüş, Allah ömrünü nasıl tutarlar. Onu demək istəyirəm ki, Allah cəmi Azərbaycan şəhidlərimizin yerlərin cənnət eləsin. İstəyirsən birinci Qarabağ, istəyirsən ikinci Qarabağ, istəyirsən Antep'de hamısı şəhiddir. Azərbaycanın dövlət uğruna, torpaq uğruna, namus qeyrət uğruna gedirlər. Allah hamısının yerin cənnət eləsin. Aqil qardaşımız, Samir aramızda da yerin cənnət eləsin, sizə səbir versin. Onu demək istəyirəm ki, İqtidar qardaşımız dedi, mən şəhid Həlqə Xəyal Muhtasıyam. Deməli, Qazaxıstandan geldi, gönlü getdi müharibəyə. Gözlər burada qulluq eləmişdir. Şimdi Allah hamısının yeri cənnət eləsin. Yəni, insan gərək öz kəndində və dolaşır, müharibəyə gedim, yanaysa gedim. Mən onu demək istəyirəm ki, bizden deyirlər ki, niye filan kəsin uşağı getmədi, bəhmən kəsin uşağı getmədi. Ben o sözü, o sağlık Xəyala da verdim. Dedim, qardaş, sən burada olmuşsan, bir dəfə də şəhidlik xəbəri çıxıb. Yani sen borcu yerine getirsen, Allah seni saklayıp. Ne? Onun doğru selam etsin, açıkım bunu dedim. Dedi ki, atam, insanın gerek yüreğinden German ben muharebe göndermeye gidiyorum. Allah şahitleri yerinden getiresin. Bir defeden burada şahit olmak haber ettik, ettik, yaptılar. Evet, bizi de dedi. Şimdi böyle, insanın gerek kalbinde, yüreğinden olacak, ben bu şeylerden mecbur kimse muharebe göndermeyle diyor. Gerek insanın kalbinde olan. Allah şahitlere rahmet eylesin. Onu da deyirəm ki, Xəyal Erməni səngərində, Şübrət dağı səngərə, onda qeyd edeyim. Biraz sakitliyə rəyət edin. Keçib Erməni postunasına birisinin başı gəlir. Yəni, onları mən görməmişəm, o döyüş yoldaş deyil. Allah hamısının yerin cənnət eləsin, hərəsinin özünə görə bir qəhrəmanlıq olur. Mən arzu edirəm ki, devletimiz araştırsın, müşteri hiç olmasa biz de bir bakalım
şad olalım. Allah sabrınızı versin, cəmi şəhidlərimizə rəhmət eylesin. Sağ olun. Sağ ol, var olun. Mən üzümü tutub şəhid atalarına deyirəm ki, yəni Ağcabəddən olan şəhid atalarını tanıyıram. Bir neçə atalar qıraqdan gələn ataları tanıyıram, amma hamını tanımıram. Ona görə də ad çəkərəm, birinin adını çəkərəm, birinin adını çəkmərəm, adı çəkmədiyim ataların haqqına gelmiş olarım. Ona görə də ümumi müraciət edirik ki, xahiş edirəm. Kim çıxış etmək istəyirsə, yaxınlaşsın, xahiş edirəm. Var ata, kimdən çıxış etmək istəyir? Xahiş edirəm. Yusuf ata. Ahmet'e hoş geldin. Devro şehidi, bizim Mesut Eyvallah bugünkü gündə yığışmağımızın məqsədi Samir balamızın mövlud günüdür. Allah onun mövlud barək eləsin. Allah başım sənə səbir versin, anıya səbir versin. Bütün şəhidin anlarına səbir versin. Dərdimiz hamımızın eynidir, eynilərdir, eyni yükün daşıyıyor. Allah bütün şəhidlərin məqamımıza eləsin. Allah dövlətimizi, dövlətimizi qorusun. Allah bizim qazilərimizi qorusun. Çünki o qazilər, o veteranlar olmasın ki, bugünkü gün o şəhidləri bizə təsbih edə bilməzdir. Allah bütün qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Bir daha Allah şəhidlərimizi rəhmət etsin. Sağ olun. Evvela ben size göre Muhammed'e salam veriyorum. Şehir atalarına, şehir analarına, şehir yadana salam veriyorum. Allah'ın şehirlerimize rahmet eylesin. Bu ülkenin şehir analarının yolunu düşmüşüz. Yolunu mübarek olsun. Mekanı cennet olsun. Ben de Bilasvar şehrinden gelmişim. Bilasvar şehidi husus kaynaklarının keşfiyatçısı, ziyaret Casarafin atası. Allah can şehitlerimizi rahmet eylesin. Yolunu mübarek olsun. Allah selamımızı ve can sağlığı bildirsin. Sağ olun, bu arada Allah güzel. Evet, Allah şehidimizin ruhu şad etsin. Ben Ağcabədli rayonundan Qıraqlıqlı kəndindən şəhid Məkan Qəhrəmanoğlu'nun atasıyam. Demək, əziz insanlar, güzel insanlar, hər oğul elinin, dövlətinin, bayrağının, xalqının şərəfin, qeyrətini çəkib qoruya bilmir. Bizim balalarımız öz canları ilə, öz qanları ilə dövlətimizin, bayrağımızın, qeyrətin şərəfini çəkib qorudu. Öz əməlləri ilə göstərdilər. Bugün qəhrəman bir xalqdır, qəhrəman bir ölkəydir. Əlbəttə ki, başda Ali Başkomanla olmaqla və onun əmri altında şəhid olan qəhrəmanlarımızın, belə də qazilərimizin hesabına. Allah bütün şəhidlərimizə ruhu şad eləsin, qazilərimizə can sağlığı versin. Əlbəttə ki, mən ağır kişiylə fəxr edirəm. Mən həqiqətən az da olsa qeyd elədim, amma indi yenə də onu əlavə edirəm. Ağcabədlidə bütün şəhidlərimizi bir-bir hamısını ziyarət eləmişəm. Demək olar, 2 dənə şəhidimizi mən anım günündə, mövlud günündə olmamışdım. Onun biri Samir babamızdır. İkinci də yenə də şəhidimiz məhz Ağcabədlidə dəfn oldu. Amma Hacı kətdədir, ikisi də, atası da. Atanla Hacı görün boyda Hacı kənd, Ağca kətdə. Deməyim nədir? Çox istəyirdim ki, antiterror şəhidi, axırıncı şəhidimiz Samir Məmmədovun anım günündə, cənnətdə olan ad günündə iştirak edən, həqiqətən dəfələrlə çalışsam da bu qismət olmamışdı, amma bu günə çox şükür bir atıya təşəkkür edirəm ki, çox sağ olsun ki, həqiqətən Ağcabədli şəhid analары, şəhid ataları qürur duyuram sizlə, fəxr edirəm. Öz şəhidlərinizə sahib çıxdınız. Öz şəhidlərinizə sahib çıxaraq həmin küçə adı,
həmi parklar, qəhrəmanlar parkı yaratdınız. Şəhidi çünki ancaq əbədi yaşayaraq parklarda yaşatmaq olar. Heç bir general, heç bir nazir gəlib məzarda şəhidi ziyarət eləməyəcək. Amma parkda elə də parklarda gəlib ziyarət, yəni Azərbaycanın fəxri olan fəxri xiyabanlar. Mən adlı kişiyə böyük hörmətim uğruna yarandı ki, özü öz evladının şəklin öz əli ilə gətirdi məhz Ağcabəli Muğamı kəndində qəhrəmanlar parkına vurdu. Onun üçün də qürur duyuram sənətdəki atalarla ki, öz yaşa və yaşa. Bu şair İxtiyar Dönməz və Seyid İlmanın sözüdür. Bu sözləri mən elə bilirəm çox atalar, çox analar eşitdirdi. Çünki bir vaxt vardı, atalar, analar özlərinə qapanmışdı. Yaşa və yaşa, bəli, büyük Ağcabəli Rəvənin şəhid ailələrlə qürur duyuram ki, bəli, yaşadılar və yaşatdılar. Bu günlərim hər bir insan şair olmaq istəyir, hər bir insan Seyid İlman olmaq istəyir. Halbuki ilk dəfə qatımızı açan şəxs İxtiyar şair Dönməz oldu. Səndən qürur duyuram, şair, səndən qürur duyuram Seyid İlman. Sağ olun, təşəkkür edirəm. Şəhidsiz vətən olmaz, vətənsiz də şəhid olmaz. Vətən sağ olsun. Təşəkkürümüzü bildiririk. Atanın istəyi ilə, yəni Ehsanat adını atdı. Hamı bitki Ehsanatdan dansın, ondan sonra analara söz verəcəyik.